elə bir rəqabət dönəminə giririk ki, müştəri itirən dönəm deyil. Çünki yeni müştərinin qazanılması, hocamızın da qeyd etdiyi kimi, daha bahalı prosesdir. Daha çox pul xərcləyəcək o müştərini qazanmaq üçün. Bu baxımdan əlimizdəki müştərilərə dəyər verməliyik. Çünki işin ən vacib tərəflərindən biri, bu biznesdə də bu belə bir anlayış var, dəyər yaratmaq. Zaten pul üçün bu işə girənlər adətən çox az bir hissəsi müəyyən bizneslərdə uğur qazanırlar. Amma dəyər üçün bu işin içinə girənlər, dəyər yaratanlar, ondan sonra pul özü gəlir ora. Zaten markaların əksəriyyətinin nəticələri odur. Marka anlayışları, adətən markalar hələ formalaşır. Müəyyən dəyərlər üzərində. Bugün təsəvvür edin, əvvəldə qeyd etdiyim kimi, rəqabət elə həddə inkişaf edir ki, yəni elə dəhşətli bir kontekstə keçir ki, indi siz bunu daha da görəcəksiniz. Böyük şirkətlərdə hər şirkət ayaqüstə qala bilməyəcək. Çünki yenə dediyim kimi, müştəri sayı azdır. Amma hamısı eyni sektora girməyə çalışır. Problem buradadır. Bu baxımdan bunları güclü analiz edib, problemləri doğru təsbit edib, idarəçilər, işin başında duranlar, biznes adamları düzgün strategiyalar nə etməlidirlər, hindəndən özləri üçün belirləməlidirlər. Bu işin olmazsa olmazıdır bu.